Deməli, sual əvəzindən başlayacaq bu gün. Yorulsaz mənə deyin, biraz qarışıq hissələr var burada. İndi ola bilər də sizə sıxıcı gəlir, deyərsiniz, dayanarım. Ümumiyyətlə nəyə fikir verirsiniz? Sual əvəzlikləri başqa bir anlayışdır. Nisbə əvəzliklər tamam başqa bir anlayışdır. Sual əvəzliklərinin İngiliscə versiyası olacaq interrogative pronouns. Interrogative pronouns özü özlüyündə diqqət eləyin. Var mübtədəyə verilən sual, var tamamlığa verilən sual, var deməli təyinə, yəlik bildirən sözlərə verilən sual, sonra konkret olaraq cansız mübtədəyə verilən sual və ya qeyri-müəyyən tamamlığa verilmiş suallar var. Bunlardan maksimum ehtiyatlı olursunuz. Sonra nəyə diqqət edirsiniz? Cümlə üzvlərində bilirsiniz, nəqli cümlədə quruluşda mübtədə, xəbər, tamamlıq bu şəkildə ardıcıllıq gedir. Sadəcə olaraq nədən ehtiyatlı olmaq lazımdır? Deməli, sual əvəzlikləri adətən cümlənin xüsusi sual cümlələri. Cümlənin əvvəlində gələcək. Bir daha təkrar edirəm. Sual əvəzlikləri xüsusi sual cümlələrinin əvvəlində işlənir. Sizdə orada konkret olaraq belə bir şey deyim. Əgər bu sual əvəzliyi gəlirsə, söhbət canlı mübtədadan gedir. İndi bunun tamamlığa sual verdiyi mərhələdə var. Onu necə seçəcəm? Əsas məqsəd odur. Mən burada sizə deyim ki, nə bilim, who kimdir, whom kimə kimidir, o başqa məsələdir. Məğzi nədir bu dərsin? Sizə iki yol göstərir who ilə bağlı. Əgər who'dan sonra do, does, did gəlirsə, bu olur tamamlığın sualı. Özdə necə tamamlığın? Canlı tamamlığın. Amma who sual sözü gəldi. Sual əvəzliyi istifadə olundu. Tərkibində do, does, did yoxdursa, başa düşürəm ki, söhbət mübtədanın sualından gedir. Bir də mübtədəyə verilmiş sualı nədən tuta bilərsiniz? Mübtədəyə sual verəndə canlı mübtədəyə sual verəndə özündən sonra birbaşa xəbəri gətirir. Aydın məsələdir. Bayaq mən sizə cümlə quruluşunu boş yerə demədim. Mübtədə, xəbər, tamamlıq. Düzdür? Əgər mübtədəyə sual verirəmsə və canlı mübtədədən sual gedirsə, avtomatik xəbər özü birbaşa gələcək. Who-dan sonra. Yox, who-dan sonra do, does, did bunları köməkçi feilləri görürəmsə, söhbət gedir tamamlığın sualından. Özdə hansı tamamlığın? Canlı tamamlığın. Sizə buradan lazım olan budur. Başa düşdünüz? Səssiz gəlmir. Bəli, müəllim. Sonra nəyə fikir verirsiniz? What-la da bağlı həmin qaydadır. What cansız mübtədanda sual ola bilər. What hansı sualını yönləndirə bilər? What cansız tamamlığa da gələ bilər. Deməli, 3 vəziyyət var what-da. What-dan sonra birbaşa xəbər gəlirsə, deməli, cansız mübtədadır. What olan yerdə do, did, does gəlirsə, söhbət gedəcək cansız tamamlıqdan. Bir də var, mən sizə ümumiyyətlə sual verirəm. What kind of music do you like? What kind of music do you like? Sən ümumiyyətlə sual verirəm ki, sənin hansı növ musiqidən xoşun gəlir? Düzdür? Əgər mən sənə desəm ki, which music do you prefer? Rock or jazz? Sən rock yoxsa caz musiqisini sevirsən, hansını? Əgər mən sizə seçim versəm, orada olacaq which. Ümumiyyətlə, ümumi sual verirəmsə, artıq ünvanlayacağım what. Sonra sual verirəm ki, what color do you like? Sən hansı rəngdən xoşun gəlir? Sən məsələn, cavabda ağ da deyərsən, qırmızı da deyərsən, qara da deyərsən, yaşıl da deyərsən, çəhrayı da deyərsən, ürəyin hansı rəngi istəyir, onu saya bilərsən. Və yaxud da heç məsələn, mənə ağlıma gəlməyən başqa rəngi də təqdim edə bilərsən. Amma mən sizə sual versəm ki, which color do you like? Red or black? Which color do you like? Red or black? Gördünüz? Which-lə sualı verəndə seçim verirəm sizə. Və which olan yerdə or var. Maksimum diqqətli olun buna. Which olan yerdə seçimi mən sizə verirəm.
Vot olan yerdə ümumiyyətlə sizin ə, öz seçiminiz azaddır. İstənilən həmin suala aid cavabı yönləndirə bilərsiniz. Bu belə. Whom heç vaxt who-nu əvəz eləmir. Amma who-mu əvəz eləyir. Bunu niyə dedim? Var vasitəli tamamlıq, var vasitəsiz tamamlıq. Əgər açıq-aşkar mən tamamlığı görürəmsə, sual əlbəttə ki, whom-la gedəcək. Yox, qapalı şəkildə gedirsə, orada olacaq who. Bu belə getdi. Bir də var whose. Whose istifadə eləyəcəksiniz yiyəlik halda olan sözlərə, xüsusilə də cümlənin əvvəlinə gəlir bunlar. Orada istifadə eləyəcəksiniz. Məsələn, deyir ki, Mrs. Green's daughter. Whose daughter? Mrs. Green's. Xanım Green'in qızı. Kimin qızı? Xanım Green'in. Gördünüz? Whose daughter? Bu şəkildə sual ünvanlayıram. Sonra buralara diqqət edirsiniz. For whom, from whom, with whom. Bunları mənaları ilə əzbərləyirsiniz. Məsələn, yerinə görə baxacaqsınız. For whom yazmaz, yazarsınız who for. From whom yazmaz, yazarsınız who from. Bu şəkildə. Which görürsünüz də həm canlı, həm cansız üçündür. Sonra, özündən sonra yeganə sözünü tələb edən o which of. Which of-dan sonra nə qədər cəm gəlirsə gəlsin, xəbər həmişə təkdədir. Yadınızda olsun. What adətən cansızlar üçün gəlir. Sonra, var who is he, var what is he. Əgər who is he deyirəmsə, adı, soyadı, hansı şəxsin hansı qohumluq dərəcəsində olduğunu soruşuram. Biri də var, what is he, peşəsini soruşuram. Hansı peşəyə sahibdir bu? Yəni, imtahanda bir də görürsün, uşaq görür ki, what is he yazıb, deyir, yox, sual səhvdir. Sual səhv deyil. Səndən peşəsini soruşur. Sonra, ismi xəbər məsələsi var. Cəmiyyətə görə uzlaşır. Nədir bu? What's your future plan? What are your future plans? Görürsünüz, future plan təkdir, future plans cəmdir. Bu cəmdir deyə, xəbər də cəmdir. Bu təkdir deyə, xəbər də təkdir. Okay. What əvəzliyi tamamlıq funksiyasında olduqda özündən sonra köməkçi feil tələb eləyir. What did you buy yesterday? Dünən nə almışdı? What əvəzliyi hansı, necə mənasını təyin etdiyi ismi bildirərkən what kind of, what sort of bunların əvəz olunur. Sonra müqayisə edirik which-la what-u. Bayaq mən sizə dedim, məhdud say, ümumiyyətlə limit yoxdur what-da. Keçdik nisbi əvəzliyə. Bax, nisbi əvəzliyi relative pronouns testlərini işləyəndə qətiyyən what olan variantı axtarmayın. Nisbi əvəzlikdə what yoxdur. Sual əvəzliyində var, interrogative pronounsda. Relative pronounsda yoxdur, what. Bax, bir daha təkrar edirəm. What nisbi əvəzlikdə yoxdur. Sual əvəzliyində var, nisbi əvəzlikdə yoxdur. Burada ümumiyyətlə baxırsınız, sağ tərəfə görə hərəkət edirik. Əgər canlı isimlər verilirsə, bu zaman who-dan istifadə edirsiniz. Və who-dan əsasən fiil, whom əvəzliyindən sonra, whom-dan sonra əvəzli, whose olandan sonra isim gəlir. Yəni, kim hansı versiyada çıxış edirsə, sağ tərəfdə who, digər tərəfdə fiil. Whom gəlirsə əvəzli axtarın, whose gəlirsə isim axtarın. Bunu bu dərs əzbərə verəcəm, testlərinin heç nəyin işləməyəcək bu gün. Sadəcə sırf oturub dərs oxuyacaqsınız. Çünki bu dərsi yaxşı mənimsəmək lazımdır. Canlı isim gəlirsə, fiil boşluqda verilibsə, avtomatik who verin. Canlı isim gəlibsə, bir tərəfdə əvəzlik varsa, bunu kimi. Avtomatik whom verin. Canlı isim gəlibsə, digər tərəfdə isim gəlirsə, yəni iki canlı ismin arasında whose gələcək. Sonra cansız isimdən sonra which, əgər cansız isimdirsə which gələcək. Qətiyyən burada what-dan istifadə eləmirik. Niyə? Çünki what nisbi əvəzlik deyil.
Which-lə what-un dil qarışdırmayın. Mən bayaq demişəm sizə. Buna ehtiyac yoxdur, mən danışdım artıq. Whose əvəzliyi bəzən cansız isimlərdən sonra da gəlir. Whose ümumiyyətlə yəlik halı əvəz eləyir deyə kitabın səhifəsi çox da ki, kitab da cansızdır, səhifə də cansızdır. Mənim üçün nə fərqi var? Mən həmin kitabın səhifələrindən danışıram, yəlik halından. Sonra whom işlənilən cümlələrdə who, that və ya defis qoyulur. Whom işlənilən cümlələrdə. Burada nəyi əzbərləyirsiniz? Sizdən nəyi tələb edəcəm? Whom işlənən cümlədə nələr gələr? Çünki testə baxan kimi avtomatik cavabı deməyin ən aktual versiyası, ən yaxşı yolu birbaşa olaraq whom-dan sonra gələnləri əzbərləməkdir. Whom işlənən cümlədə who da gələ bilər, that da gələ bilər, defis də əvəz eləyə bilər. Whom-u əvəz edir ha bunlar. Bax, söhbət buradan gedir. Whom əvəz olunandan sonra who, that birbaşa. Sonra that nisbə əvəzliyi who, whom, which əvəzliklərini əvəz edərək həm canlı, həm də cansız isimlərdən sonra işlənir. Həm canlı, həm də cansız. İsimdən sonra sözünü gəlirsə, that əvəzliyi who, whom, which bunları əvəz edə bilmir. Bax, yenə deyirəm. İsimdən sonra that gəlirsə, isimdən sonra that, bax cümlədə deyim. Bu zaman who, whom, which gəlmir. Söhbət sözündən gedir. Deməli, isimdir. İsimdən sonra sözünə gəlibdirmi? Which yazın. Nə bilim, whom yazın, who yazın. Qətiyyən that yazmayın. Hansı halda isimdən sonra sözünü gəlirsə. Bu dərsi necə öyrənəcəksiniz? Kitabı qoyursunuz qarşınıza. Yaza-yaza bir dərs danışırsınız. Başdan ayağa lap hissə-hissə danışın, keyfiyyətli öyrənin. Bu dərsi keyfiyyətsiz öyrənsəz, düz 5 mövzuda geri düşəsiniz. Bax, bəri başdan deyirəm. Əvəzlik mövzusunu, bu hissəsini normal öyrənməsəz, 5 mövzudan geri düşürsünüz. O 5 mövzu da sizə o qədər əziyyət verəcək ki, ondan sonra testi işləyə bilməyəcəksiniz. Elə eləyin ki, ismin sırf bu hissəsini keyfiyyətdə əzbərləyəsiniz. Əzbərləyin, mənimseyin, ümumiyyətlə öz-özünüzə telefona qoşun, danışın. Sözünün mövzusu da, əvəzlikdə ikisi də ağır mövzulardır. Sırf söhbət gedir nisbə əvəzlikdən, sual əvəzliyindən. Nisbə əvəzliyin özü də ümumiyyətlə artıq dərəcədə məntiq tələb eləyir. Bax, görürsünüz hansı vəziyyətdə? İsimdən sonra sözünü gəlirsə, that olmur. Sonra deməli, sözlərdən sonra yalnız nə gələcək? Which ya da whom. That gəlməz. Cansızdırsa which, canlıdırsa whom. Qətə baxın. Nisbə vəziflər sual vəziflərindən yerinə görə fərqlənir. Sual vəzifləri cümlənin əvvəlində, nisbə vəziflər cümlənin ortasında gəlir. Okay. Which sual əvəzliyi həm canlı, həm də cansız olur. Nisbi əvəzlik yalnız cansız isimlərlə işlənir. Which həm canlı, həm cansız. Amma nisbə sual əvəzliyi olarsa təbii ki, baxırsınız. Nisbə əvəzliyi isə yalnız cansızlarla olur. Problem var bura qədər başa düşmədiyiniz hissə, sizə qaranlıq qalan hissə var nəsə? Müəllim, whom who-nun əvəz eləyir, o məsələ, who-mu. Tamamlıq olarsa. Yəni, o ayrıma nətər eləyəcək indi canım. Tamamlıq, tamamlıq. Hə, onu keçməmişik də. Feildən sonra da tamamlıq. Niyə keçməmişik ki? Beynim dondu. Bildim müəllim, ağlıma gəldiyində. O düstur keçmişdi, SVO düsturu. Bəli. Mübtəda, xəbər, tamamlıq. Xəbərdən sonra gələn isim tamamlıq gedir. Orada qarışdırılacaq bir şey yoxdur. Sadəcə yerinə diqqətli ol ki, gör söhbət nədən gedir. Bildim müəllim. Başqa sual olan var? Davam edeyim. Okay.
Başka sual olan var? Yoksa devam edeyim. Hı hı. İndi baxırsınız nəyə? Bağlayıcı vəzişlərə. Bağlayıcı vəziyyəti nədir? Who, whom, whose, which, that. Burada da nə yoxdur? What yoxdur. Deməli, mübtəda tamamlıq və ya xəbər budaq cümlələrini baş cümləyə bağlayır. Bununla bağlı probleminiz olmayacaq. Əsas mənə nisbə vəzifələrini öyrənin. Bağlayıcı vəzifələrin problemi yoxdur. Orada da eyni qaydanı burada deyəcəyik. Sonra keçdik inkar əvəzliklərinə. No, none, neither, no one, nobody, nothing. Bir sadə cümlədə iki inkar olmaz. Bax, bir daha deyirəm. Bir sadə cümlədə. Bir sadə cümlə nə deməkdir? Yəni, bir mübtədası, bir xəbəri var bu cümlənin. Bir cümlə daxilində bir mübtəda, bir xəbər var. Və bu da o deməkdir ki, bunun quruluşu sadədir. Tərkibində bir mübtəda, bir xəbər var. Və bir sadə cümlənin içərisində iki inkarın yazılması mümkün deyil. İki inkar eyni anda bir sadə cümlənin daxilində gəlsə, cümləni təsdiqə çevirir. Bir mənfi, bir müsbət məsələsidir də burada. Ona görə də inkar cümlə həmişə gəlir, təsdiq cümlə versiyasında gəlir. Nobody is here. Da gedib burada nobody is not here yazmayın. Bu ikinci inkar deməkdir cümlədə. Deyirsən ki, burada heç kim yoxdur. Amma qrammatik baxımdan ingilis dilinə tərcümə etsəm, deyirəm ki, burada heç kim var. İsiyə. Biz yoxdur deyirik, onlar var deyir. Bizə biraz anlaşılmazlıq oradan əmələ gəlir. Sonra no, bax, nəyə diqqət edirsiniz? Nədən sonra özündən sonra isim gəlir? Hansı inkar əvəzliyindən sonra isim gəlsə, hansı vəziyyətdə gələ bilər? Bax, bunlara diqqət edin. No əvəzliyindən sonra article işlənmir. Özündən sonra mütləq nə istəyir? İsim. No isimsiz işlənməz. Və no özündən sonra gələn ismi heç bir qadağa qoymur. Sayılan, sayılmayan, tək, cəm, istənilən növ isim no ilə istifadə oluna biləcək. Sonra no-dan sonra article gəlməz, azə gəlməz, some, of gəlməz. No'dan sonra not not any. No bərabərdir. Not not any bunlara. Not inkar ədatından sonra istənilən tip isim gələ bilər. Notdan sonra. No'dan fərqli olaraq not özündən sonra birbaşa isim ala bilmir. Bax, bunu deyirdim sizə. Notun düz yanına ismi yaza bilməsiz. Notun yanına gələn isim ya ən-dən gəlməlidir, ya da eni ilə gəlməlidir. Amma no özünə birbaşa ismi çəkə bilir. Not isə şərt deyir sizə. Ya deyir ən artiklını yaz, ya enini yaz. Sonra not ən sayıla bilən, not eni cəm isimdə var, sayıla bilməyən də var. Yəni bunlarda mütləq arada bir körpü vasitəsi olmalıdır da not isimlə. Notdan sonra isim gəlir, problem yoxdur. Sadəcə bu şərt daxilində. Amma no deyir ki, məndən sonra ismin birbaşa gəlməsində heç bir problem yoxdur. None var. Bundan sonra isim gəlməz. None of var. Cəm isim, amma tək xəbər. Deyir qızların heç biri burada deyil. None of the girls is. Nobody, no one, nothing. Nobody şəxs, no one şəxs, nothing əşya. Törəmələrdən sonra isim və yaxud da of gəlməz. Çünki body'dir, one'dır, thing'dir bunlar. İsmi özündə birləşdirir. Bir də sizə nə deyəcəm? Bax, hansı törəmənin daxilində body, one, yəni canlını bildirən varsa, bunun əvəzliyini həmişə verin they. Hansı nothing olsa məsələn. Artıq buna verin it. Yaxşı. Body, one canlı bildirir deyə zeynin əvəzlik verin. İndi olur da, elə yer olar ki, siz orada əvəzliklə işləyərsiniz. Məsələn, nobody verər,
obyekt əvəzi tələb eləyər. Deməli, o Z idi ki, Z-mə çevirmişəm. Amma nothing olsa, sing olsa, belə deyim də, təkcə nothing-dən getmir söhbət. Bu no-dan getmir. Ümumiyyətlə, sing törəməsi something, anything, nothing. Bunlar sing törəməsi olsa itlə olacaq. Sonra neyzə var? Sayıla bilən tək və sayılmayan. Neyzə özündən sonra of sözünüzü qəbul eləsə, bu zaman mütləq cəm isim tələb edir. Neyzə of, cəm isim, sonra da təkfir. Sonra neyzə ofdan sonra iki şəxs və ya əşyadan heç birinin olmadığını. None of isə ikidən artıq. Deməli, Neyzərovda 2 şəxs və ya əşya, none of isə 2 plus 3-dən gedir söhbət. Yorulmadınız. Davam eləyim ya Xeyr. yorulursa dayandırım. Niye devam edeyim? Burada Vereyim. 11 dənə etdim mən sizə burada kitabdan. Keçdik indefinite pronounce-a, qeyri-müəyyən əvəzliklərinə. Some'ın özü və törəmələri var. Some'ın özü deməli öz quruluşuna görə törəmələrindən daha aktivdir. Necə aktivdir? Some deməli cümlədə istənilən cümlə tipində gələ bilir. Bəzi mənbələrdə yazır ki, some ancaq təsdiq cümlədə gəlir, sonra istisna verir, исключениyaları verir. O lazım deyil bizə. Bizə lazım olan nədir? Deməli, some sual, inkar, təsdiq. 3 cümlənin içində də gələ bilir. 3 cümlə növündə də. Lakin müəyyən şərtlər var. Əgər cümlədə inkar sözdən əvvəl tələbat varsa, some verə bilərsiniz. İnkardan əvvəl. İnkar sözdən sonra eni gəlir. İnkardan əvvəl some, inkardan sonra eni. Sonra sual sözündə əgər sual cümləsi can you, could you, will you, would you ümumiyyətlə təklif bildirilən sual cümləsidirsə sizə təqdim olunan, o zaman some'dan istifadə edirsiniz. Adi sual cümləsində isə enidən istifadə edəcəyik. Sonra some özündən sonra sayılanın cəmi sayılmayanın təkini alır. Bunlardan sonra siz sayılan tək verə bilməzsiniz heç birindən sonra. Əgər some və eniyə görə hərəkət eləsəm, sayılanın cəmi sayılmayan tək olacaq. Görsünüz təklif xahiş. Sonra uşaqlar, some ismi qabağında gələndə bəzi mənasını verir. Some books, some people, bəzi kitablar, bəzi insanlar. Burada da yazır inkardan əvvəl. Some an article Z almır. Sonra any var. Törəmələr body, any, one, thing bunlar. Burada nə əzbərləyirsiniz? Deməli, tək feil gəlmir. Üzr istəyirəm, tək feillə işlənir. Törəmədən sonra. Özündən sonra öf gəlmir, isim gəlmir. Çünki thing də, one da, body də elə isim əvəz eləyir. Sonra burada baxsınız else. Else nədir? Else daha mənasını daşıyır. Else özündən sonra isim almır. Törəmə özündən sonra else ala bilmir. Sual əvəzlərindən sonra amma else işlənə bilər. Məsələn, who else, what else, where else. Məsələn, dərs danışırsınız, kimsə hazırdır dərsə, deyir who else. Başqa kim?
What else? Mesela neyse de alır gətirir deyir başqa nə? What else you need? Başqa nə ehtiyacın var? Sonra qeyd 3 var. Eni və onun türəmələri. Bunlar inkar cümlədə mübtəda funksiyasında işlənə bilmir. Mübtəda funksiyasında inkar cümlədə işlənmir. Sonra belə bir şey deyim sizə. Cümlə təkcə no, not, bunlarla inkara çevrilmir. Cümlədə hardly, if, without bunlar gəlirsə, avtomatik cümləni inkara çevirir. O zaman da any'yə müraciət edirsiniz. Əgər cümlədə hardly var, hardly'yə qədər boşluq varsa, some yaza bilərsiniz, okey. Amma hardly'dən sonra boşluq verirsə, artıq any və any'nin törəmələri olacaq. Sonra any ilə some'ın arasındakı fərqə baxın. Satıcının portağal satdığını görürük. Can I have some of these oranges? Görürsüz. Biri də var. Marketə girmişsiniz, portağal axtarırsınız. Have you got any oranges? Deməli, marketə girdim. Rəfdə görürəm ki, portağal var. Bu samla olacaq. Ümumiyyətlə, marketə girdim. Meyvələr bölməsində portağal görə bilmədim. Sual verirəmsə, artıq olacaq any. Bugün o biri qrupunun dərs ağır idi, sizə də ağır gəlir. Axırlar əvəzlikdə ümumiyyətlə yorucudur. Sonuncu təyin əvəzlikdir. Bunu da izah eləyirəm, ondan sonra dayandıracağım dərsi. Deməli, all, either, another, each, both, every, other. Bunların yerinə görə hərəkət eləyəcək. All var. All hamı da deməkdir. Hər şey də və bütün deməkdir. Cümlədə ya mübtədadır, ya da təyindir. All. Canlı varlıqları bildirəndə fiil cəmdə olur. Cansızlara görə hər şey deyəndə fiil təkdə olur. All təyin olunduqda özündən sonra həm sayılan, həm də sayıla bilməyən alır. Lakin alldan sonra gələn sayılan isə mütləq cəmlənməlidir. Alldan sonra cəmsim, cəm xəbər. Alldan sonra təksim, tək xəbər. All hamı mənasında zeynən əvəzlik verirsiniz. Cəm xəbər verirsiniz. All hər şey mənasında it əvəzini verirsiniz, tək xəbərlə verirsiniz. Sonra burada sizə nə deyəcəm. All əvəzinin yerinə bəzən the whole da işlədirsiniz. The whole book. Bu şəkildə. Sonra each, every, either. İçdən sonra sayılan təksim gəlir, sayılan təksim gəlir, sayılan təksim gəlir. Bunların üçündən sonra da. İçdən sonra article olmaz. Every'dən sonra da article olmaz, either'dan sonra da article olmaz. Article olmazsa avtomatik nə olacaq? Sayıla bilən təksimin bunlardan sonra gəlməsi mümkün deyil. Belə deyim daha, məsələn, each book birbaşa yazıram, each a book artikla görə yazmayacağım. Sonra bir də var burada tək xəbər məsələsi. Each people knows. Hər şagird deyir, bunun cavabını bilir. Sonra fərqli nə var? Each ilə necə isimsiz işlənir. Every isə özündən sonra mütləq isim istəyir. Bax, everydən sonra of gəlmir, fiil gəlmir, cəm isim gəlmir, sayılmayan isim gəlmir. Bunu nətər əzbərləyirsiniz? Dəftərə qırağa yazırsınız. Everydən sonra of gəlmir. Everydən sonra fiil gəlmir. Everydən sonra cəm isim gəlmir. Everydən sonra sayıla bilməyən isim gəlmir. Every özündən sonra of almır. Amma everydən sonra one gəlsə bax bu şəkildə. O zaman of alır. Everydən sonra törəmələr olar. Amma içlə neyzənin törəməsi yoxdur. İçdən sonra of gəlir. Cəm isim tək xəbər. Fiil yazır. Every one özündən sonra of gəlir. Either of cəm isim tək fiil. Yəni bunlarda hal-hazırda hələ ki
Cəm xəbərlə bağlı heç nə görmürəm. Törəmələrlə bağlı. Everybody, everyone, everything. Təkfil. İşləmir, isim işləmir. Niyə isim işləmir? Bu body, one, thing hamısı budur. Məndə Sonra var boss. mən. 2-3 dəqiqə yekunlaşdırıram. Qala bilsəz yaxşı olardı. Qutarım çıxın. Hə, yaxşı. Müəllim olsa 3 nəfər bunu getməliyik. Olsa saat 5 tamama qədər olmasa tutara bilsə Allah. Yox, 5 tamam yox. 15 dəqiqə qalmışa qədər yekunlaşdıracağım. Bu əsas yerlərini deyim ki, evdə oxuyanda çətinlik çəkməyin. Bu bir dənə Hə, yekunlaşdıracağım. yaxşı. Bax, bu boss var. Boss'un həmişə xəbərini cəmdə alın. Boss özündən sonra cəm isim alır. Boss'dan sonra of da gəlsə yenə cəm isim alacaq, yenə cəm xəbər olacaq. Bura diqqətli olarsınız. Bu özündən sonra təyin alınır. Z, my, zis. Bu tipa belə deyək, təyinləri gəlir bunun. Həm dədir. Ona görə həmişə boss'dan sonra qətiyyən tək isim, tək xəbər verməyin. Boss həmişə cəmi sevir. Boss əvəzli each, every, as əvəzliklərinin tam əksidir. Yəni bunlardan sonra gələnlər boss'dan sonra gəlmir. Və yaxud da boss'dan sonra gələnlər bunlardan sonra gəlmir. Burada cədvəl var. Cədvəli araşdırarsınız. Görüm ayrı nə var. Heç nə. Deməli bir də burada nəyə diqqət edirsiniz? Bir dənə də bunu deyim, yekunlaşdırıram uşa. Ənazə var. Bunun daxilində ən artikel var. Görürsünüz? Ona görə sayıla bilən tək isim alır. Tək xəbər gəlir. Vanla işlənə bilir. Amma azəsinin sonunda görürsünüz, burada S var. Qətiyyən özündən sonra isim yazmayın. Bundan sonra cəm xəbər gəlir. Çünki bütövlük bildirir. Azə isə sayılan cəm, sayılmayan isim. Z azə isə isim gələ də bilər, gəlməyə də bilər. Bir də burada belə bir şey var. Sizə məsələn deyim. Tutalım ki, mən oturmuşam kafedə. Çay istəyirəm. Eyni çaydan istəyirəmsə, burada Z azə. Biri də var deyirəm ki, mən bu çaydan içmirəm, başqa bir çay istəyirəm. O zaman olacaq ənazə. İndi testləri işlərisi yerinə görə göstərəcəm sizə. Bir də var the others. Müəyyən saydan sonraki. Heç nə. Qoy dərsin izahını yükləyəcəm. Həftə sonudur, çox dərs verməyəcəm. Sadəcə olaraq biriniz yazın, zəhmət olmasa qrupa. Deməli, sual əvəzliyindən Yazıram. başlayırsınız. Cəmiyyət bildirən sözlərə qədər dərsi lüğət filan heç nəyə toxunmayın, nə də test eləməyin. Sərbəst ayıq başla, rahat şəkildə. Çünki burada o qədər qarışıq məqamlar var ki, əvəzliyi sona qədər bitirmək. Dərsi danışdıracam gələn dərsə, başdan əvəzliyi sona qədər. Bir də ümumi əvəzliyi təkrar edin. Əvəzliyi yekunlaşdıraq, sonra qalan testləri özümlə bir-bir baxacaq. Nisbə əvəzliyin işləmə qaydalarıdır. Sonra bağlayıcı əvəzliklər necə işlənir, hansı taktikalardan istifadə edir, onların hamısını bir-bir göstərəcəm sizə. Sadəcə mənə köməyiniz nədir? Rahat, sərbəst, səliş şəkildə əvəzliyi qəşəng əzbərləmək. Yazaraq əzbərləyin. Məsələn, mən sizə daha sual verəndə ki, boss'dan sonra hansı xəbər gəlir? Mənə tək xəbər desəz, məndən inciməyin. Oturun, rahat əzbərləyin bunları. Yaxşı? Mənim dərsim sizə bir də deyəsən 2-ci gün olacaq, elə? Birinci gün. Birinci gün var dərsim sizə. Okay. Hə. Birinci gün mən sizdən əvəzliyi müəyyən yerdə sual cavab edəcəm. Sonra da bir-bir testlər üzərindən keçəcəm. Heç İndi nə. mən qaydadan başqa vermirsiniz evə? Qayda budur da qızım. Yox, yəni deyirəm qaydadan başqa heç nə vermirsiniz, Yox, lüğət heç falan. nə. Nə lüğət, nə başqa bir şey. Sabah da bazar gündür. Biraz beyninizə də istirahət verin. Birinci gündən inşallah davam eləyəcək. Belə, sualınız yoxdursa, dərsimiz bu günlük bu qədər. Əlavə nəsə verməyəcəm. Gələn həftədən də sinif testlərini o bir qrupada dedim sizə də. Onların mətnlərini başlayacaq. 5, 6, 7. İndi görüm sözləri orada nə öyrənmişsiniz biləcəm. Yaxşı, gedəsilər var. Onlara görə biraz tezləşdirdim bu gün.
Başqa sualınız Bizdə yoxsa Rüfayna müəllim. çıxa bilərik. Yox, narahat olmayın, eybi yox. Sağ olun müəllim. Oldu. Sağ olun müəllim. Sağ olun. Goodbye.